Salam dostlar, hər vaxtınız xeyir olsun, hər gününüz uğurlu açılsın inşallah. Necəsiz, nə var, nə yox. Həmişə yaxşı olun inşallah. Dostlar, bir aydan çox idi Bakıdaydım. 3 gündür gəlmişəm inşallah. Bugünkü vloqum ev təmizliyidir. Bir aydır getmişəm. Nə qədər qapı, pəncərə bağlı olsa da tozlanır. Bəzi dəyişikliklər eləmişəm evdə. Onları çəkib göstərəcəm sizə inşallah. Dostlar, bu otağımı təmizlədim. İnanırsınız, baxırsan, deyirsən toz zad yoxdur. Bir tozluydu. Ən çox da dostlar, bu otağımı birinci vloqlarımda görmüşsünüz. Buranın tülü yox idi. Buranın tülünü vurdum. Belə. Ona görə də həm də dedim ki, bir aydır burada yox idim də təmizləmirdim, evdə yox idim. Ona görə təzədən təmizlədim, tülü də vurdum. Belə, indi keçirəm o bir otaqlara. Dostlar, qonaq otağımı da təmizlədim. Yığışdırdım, qəşəng səliqəyə saldım. Bir ayda da, paşdı bir ayda getmişdim. İnanırsınız, bir tozlanmışdı. Necə, həm də ki, pərdələrimi dəyişdim. O ilk vloqumda, öz evimdə ilk vloqumu çəkmişdim. Bax, orada görmüşdünüz. O pərdələrim yaxşı idi, o dəyişimim yaxşı idi, yoxsa belə yaxşıdır. Bax, bu cürə elədim. Divan üstümü də dəyişdirdim. Belə. Saat 7-dən, səhər saat 7-dən bura bir yağış yağırdı, bir göy gurulduyurdu. Bu arada deyim ki, dostlar, güllərim də çox xarab oldu. Mən Bakıya gedəndə sağ olsun qonşuma tapşırmışdım, o prixojiyə yığmışdıq. Orada da havasızlıqdır da, istər-istəməz nə qədər işıq yansa da. Çoxu xarab oldu. Təzədən gələndən sonra düzəltdim, yenə yığdım balkona. Necə olacaq bilmirəm. Amma bu gülüm elə burada qalmışdı. İnanırsınız, su tökmüşdüm qabına da. Qabı da doldurmuşdum suyla. Gülün özünə də tökmüşdüm də, pulunu tökmüşdüm. Gəldim ki, elə gözəl qalıb ki. Dostlar, hamamı da təmizlədim. Təmizlədim deyəndə daha doğrusu təmiz idi. Sadəcə güzgü vurduq bura. Tam bulanmışdı buralar. Təmizlədim buranı da belə. Buranı da təmizlədim. Burada yenə güzgü vurduq. Güzgüsü yox idi. Burada belə batmışdı. Buranı da təmizlədim. Dostlar, koridorumu da yığışdırdım. Evdə bir dənə plakatım var idi. Onu da bura vurdum. Bu gülümdə xarab olmuşdu. Bax, yarpaqları belə təmiz. Şükür, indi düzəlir. O xarab yarpaqları tulladım. Kəsdim, atdım. Bunlara dəymirəm hələ. Burada mətbəxim. Mətbəximi də təmizlədim. Amma burada bir-iki işlərim var. İnşallah onları da hazır düzəltdirəndən sonra sizə çəkib göstərəcəm. Burada balkonu. Dostlar, göyün üzünü bir duman buludu almışdı. Baxın, yenə görsənir. Biraz da çizginlədi, sonra kəsdi. Amma çox gözəl sərinlikdir.
Bu gülüm de buradadır. Bu da rengi tamam değişmişti. İndi şükür yavaş yavaş düzelir belə. Sağ olun dostlar. Yeni güzel vloglarımla inşallah karşınızda olacağım. Allah her birinizden razı olsun. Değerler yazırsınız, beğenirsiniz. Sizin hoş sözleriniz beni daha da ruhlandırır. Çalışırım ki daha da değişik böyle bir şeyler paylaşım. Çok sağ olun. Rabbim her birinizden razı olsun.